Xeyir olsun, əziz 9-cularım. Qrammatika suallarının izahını çəkib yerləşdirmişəm YouTube kanalıma. İndi isə bugün buraxılışın mətn suallarının izahı olacaq. Başlayaq. Demək, mətndə atam müharibəyə getdi. Mətnimizin adı bir xatirə mətnidir. Baxaq. Atam müharibəyə getdi. Anamla ikimiz qaldıq. O zaman mən 3-cü sinifdə oxuyurdum. Qonşuluğumuza anası ilə birlikdə Əziz adlı bir oğlan köçmüşdür. Onun da atası müharibədə idi. Demək, hər ikisinin atası müharibədədir. Eyni sinifdə oxuyur, məktəbə Əzizlə bir gedirdik. O, başına bağladığı yun örtüyünün uclarını çənəsinin altında düyünləyirdi. Onun üstündən əzilmiş köhnə papağını qoyardı. Soyuğun şiddətindən sifəti göyərərdi. Mən qarı yarardım, o isə ayaqlarını mənim üzümə qoyardı. Heç olmasa mənim əynimdə qalın pencək var idi. Çəkmələrim də su buraxsa da Əzizinki kimi köhnə deyildi. Qış girəndən atamın pencəyini anam mənim üçün düzəltmişdi. Elə sevinirdim ki, pencəyimin ütüsüz olduğunu, yöndəmsiz tikildiyini gözlərim görmürdü. Axşama yaxın idi. Əzizlə anası içəri girdilər. Anamın bir gözü Əzizin cırıq pencəyində idi. Birdən nə fikirləşdisə ayağa qalxıb mənə düzəltdiyi pencəyi Güllü xalaya uzatdı və dedi: "Ver əzizim geyinsin. Həmzəninki hələ karına gəlir." Dünya gözlərimdə qaraldı. Qulaqlarım elə qapandı ki, Güllü xalanın dil ağız elədiyini eşitmədim. Pencəyimi apardılar. Otaqda dayanam bilmirdim. Anamın gözlərindən yayınıb bayıra çıxdım. Ayaqyalım başı açıq Əzizgilə qaçdım. Pencək onun əynində idi. Sevincindən rəngi dəyişmiş, gözlərindəki kədər yox olub getmişdi. "Çıxart pencəyimi" deyə qışqırdı. Əziz udqundu. İmdad diləyən gözlər anasına baxdı. Güllü xala da tutulmuşdu. "Çıxart bala" deyə Güllü xala nəhayət dilləndi. Müharibənin üzü qara olsun. Bircə bitib qutarsaydı. Əzizin uzun kirpikləri bir-birinə dəydi. Əvvəlcə içini çəkdi, sonra bərkdən hönkürdü. Evə qayıtdım. Pencək qollarımın üstündə idi. Anam heykəl kimi qabağında dayanmışdı. Dediyi ağır sözlər sifətimə şillə kimi dəydi. Pencək əlimdən düşdü. Anam peşman olmuş kimi mənim demək, bu vaxtdan çox əhvalatlar olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisəni köhnə pencək üçün axıdılan göz yaşlarını onda bilməmişəm. Demək, nöqtələrin yerinə hansı ifadə yazılsa, məzmununa xələl gəlməz. Baxaq, pencək əlimdən düşdü, anam peşman olmuş kimi məni təngə gətirdi, ağladı, ola bilməz. Gözündən qoydu, ağladı, ola bilməz. Başdan elədi, ağladı, ola bilməz. Ürəyindən keçirdi, ağladı, ola bilməz. A variantı ola bilər, bağırına bastı və ağladı. Hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz? Gözlənilməz hədiyyə edilə bilər. Doğrudur. Güllü xalanın yalvarışı elə bir plan bəndi yox idi. Yəni, aid edə bilmərik. Qısa müddətli sevinç, bəli, Əzizin pencək sevinirdi. Yəni, pencək Əzizdə idi deyə sevinirdi. Qısa müddətli sevinç yaza bilərik. Unudulmayan hadisə ola bilər, amma səxavətli olmaq mükafatı mətndə plan bəndi ola bilməz. Cavabımız C variantı. 39. Mətndə üzərində rəqəm yazılmış hansı söz verilmiş cümlədə kontekstdəki mənasında işlənmişdir. Baxaq burada tutulmuşdur sözünə baxaq. Tutulmuşdur sözünə. Birinci 5-dən başlayaq. Baxaq, tutulmuşdur. Burada nə mənadadır? Deyir ki, imdad diləyən gözlər anasına baxdı. Güllü xalada da tutulmuşdu. Bu eyni mənada olmalıdır. Kəmal hər kəsin önündə danlandığı üçün bək tutuldu. Elə cavabımız C variantıdır. Yəni 5-cidir. Sonra 4-ə baxaq. 4-də yazılıb ki, çıxart pencəyimi. Yəni burada soyun mənasındadır. Amma 3-də deyir ki, xahişləri nəzərə alaraq qəbul 4. Külək yenə əkilmiş ağacları kökündən çıxartdı. Eyni mənada deyil. Yanlışdır. 3-ə baxaq. 3-də demək 3 hansıdır? 3 uzatdı sözüdür. 3-ə baxaq burada. Xahişləri nəzərə alaraq qəbul saatlarını uzatdı. Yəni eyni mənada deyil. 2 burada buraxsa sözüdür. 2 buraxsa sözüdür. Nəhayət
Nəşriyyat hər il bu çoxlu kitab buraxdı, yəni çap etdi mənasındadır. Yanlışdır. Bir də isə başına bağladığı yun örtüyü, amma burada müdir gündəlik problemin müzakirəsindən son icrası bağladı. Eyni mənada deyil. Cavabımız 39-da C variantı. 40-a baxaq. Mətndən əvvəldə hansı rəqəmlər qoyulmuş cümlələr çıxarılsa, demək ki, məzmun ardıcılığı pozulmaz. Baxaq buradan. Məsələn, rəqəmlərə baxaq buradan. Demək 1. Heç olmasa mənim əlimdən qalın pencək var idi. Çəkmələrim də su buraxsa da əzizinki kimi köhnə deyildi. Burada biri silsək məzmununa heç xələl gəlməz. Ona görə biri götürürük. Əzizlə anası içəri girdilər. Ananın bir gün gözü Əzizin cırıq pencəyində idi. Bu pozulsa mətn arasında əlaqə pozular. Ona görə yanlışdır. 1. Bu dialoqdur və bu dialoqun hissəsi olduğuna görə bunu çıxarda bilməliyik. 3-ü də 4. Anamın gözlərindən yayınıb bayıra çıxdım. Ayaqyalın başı açıq Əzizgilə qaçdım. Burada bu cümləni çıxarsa məzmundan xələl gəlməz. Cavabımız B variantı. 40-da B variantı. 41. Mətndə çərçivə daxilində verilmiş sözümüz hansıdır? Karına gəlmək. Şərfi ilə bağlı doğru fikir. Karına gəlmək məcazi mənada işlənibdir. Özü də işə yaramaq deməkdir. Baxaq indi. Demək, Həmzənkinki hələ işinə yarayır mənasındadır. Cavabımız E variantı. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətlərə baxırıq. Ortaq cəhətləri qeyd edirik. Demək, anası tərəfindən məzəmmətlənmək bu ortaq cəhət deyil. Yaxının müharibədə olması ortaq cəhətdir. Sonra həmyaşıd olmaq ortaq cəhətdir. Etdiyi hərəkətdən peşman olmaq fərqlidir. Başqasının göz yaşlarına səbəb olmaq fərqlidir. Cavabımız 42-də E variantı. Mətnə əsasən uyğun fikirləri müəyyən edirik. Doğrudan doğru, yanlışdan yanlışı seçməliyik. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşir. Bu doğrudur, biri götürürük. Həmzə anasının etirazına baxmayaraq pencəyi Əzizdən geri almaq ana etiraz etmirdi. Yəni əvvəlcədən etiraz etməmişdi, yanlışdır. Həmzə onun üçün alınmış pencəyin Əzizliyə bağışlanmasıyla bağışla demək Həmzə onun üçün alınmış pencəyin Əzizə barışa bilmir, yanlışdır. 1-3D variantı. Əziz Kerim güzəranları Həmzə Kerim müqayisədə daha ağır olduğunu təxmin etmək olar. Doğrudur. Mətndə tərkib hissələri ilə yanlış fikirlər müəyyən edirik. Mətnin hər üç hissəsində fikrin ardıcılığı gözlənilmişdir. Bu doğru fikirdir. Nəticə hissəsinə əsasən bəzi hadisələrin insanın zehnində həkk olunduğunun qənaətinə gəlmək ola bilər. Bəli, axırda sonda deyir ki, bunu da bilməmişdim. Həmzənin anasının baş verən hadisəyə münasibəti əsasında öz əksini tapmışdı. Doğrudur. Bizdən yanlışı soruşur. Giriş hissəyə əsasən uşaqların ataları haqqında ilk məlumat əldə etmək olar. Bəli, hər ikisinin atası müharibəyə getmişdir. Amma hadisənin müharibə dövründə baş verməsi yalnız giriş hissəsində xeyr, giriş hissəsində yalnız deyil. Ona görə cavabımız C variantıdır. Mətnə əsasən cədvəl tamamlayın. Bu cavab vərəqində verdiyinə görə bunu izah edə bilməyəcəm. Və 46-cı suala baxaq. Müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların qəlbindədir. Deyimli mətnə əlaqələndirib fikrini yaza bilərsiniz. Necə əlaqələndirə bilərsiniz? Demək, müharibə olduğu üçün bu uşaqların ataları müharibədə idi və bunlar yəni aclıq çəkirdilər. Əyinlərinə geyinməyi, o soyuq havada əyinlərinə geyinməyi bir isti paltarı yox idi. Yəni bunları yaza bilərsiniz bu hissəyə. 46-cı. Keçək ikinci mətnimizə. Arxitekturadır mətnimiz. Arxitektura binaların, digər tikinti obyektlərin layihələndirmə sənətidir. Arxitekturaların əsas vəzifəsi binaları möhkəm öz təyinatına uyğun yaratmaqdır. Qədim tikililər sadə idi. Samandan və ya gildən düzəldilərək yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Təqribən 5000 il əvvəl Mesopotamiyada qurudulmuş gir kərpiclərindən ancaq bir otaqdan ibarət evlər tikirdilər. İnşaatçıların ustalığı təkmilləşdikcə, yeni texnologiyalar meydana çıxdıqca insana daha mürəkkəb binalar tikməyə başlamışlar. Bizim eradan əvvəl 2600-1000 İnci illərdə qədim Misirlər fironlar üçün daş
bloklardan istifadə edərək məqbərələr, nəhəng piramidalar tikirdilər. Avropa arxitekturası bizim eradan əvvəl 7-ci əsrdə qədim Yunanıstanda yaranmışdır. Yunan arxitektorlarının 450 il ərzində yaratdıqları klassik stilin əsas əlaməti mərmərdən və ya adi daşdan düzəldilmiş zərif sütunlardır. Qədim Yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Romalı Yunan arxitektura stilini təkrar etməklə yanaşı öz tikinti texnikalarını, yarımdairəvi tağları, günbəz şəkilli damları yaratdılar. Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa bizim eradan əvvəl 1300-cü illərdə artıq Romalı ictimai hamamlar, saraylar, körpülər, nəhəng idman meydanları olmaqla çoxlu tikilər yaratdılar. Orta əsrlərdə Avropa arxitektorları binaların daşdan tikilməsini yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. 12-ci əsrin ortalarından başlayaraq 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üsulunu təşkil edirdi. Bir çox gözəl binalar bu stildə tikilmişdir. Gotik binalar üçün dar ituculu tağlar, hündür tavanlar və xarakterik idi. İtaliyada 14-cü əsrin sonundan başlayan intifa dövrü arxitekturasında yeni istiqamətlər meydana çıxdı. Arxitektura artıq təkcə kilsə tikməklə kifayətlənmir, yaşayış yeri və ya ictimai binaların layihələrin də hazırlanmasına xüsusi diqqət yetirirdilər. 16-cı əsrdə bəzi arxitekturalar işləri sayəsində tanındılar. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar heç işsiz qalmırdılar. Mətnin əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasın davamı olmalı idi? Cavabımız buradan baxaq görək hansıdır. Demək, burada cavabımız 4-cü olmalıdır. Niyə 4-cü olmalıdır? Baxaq. Baxaq, burada deyir ki, gotik stil üstünü təşkil edirdi. Bir çox binalar bu stildə tikilmişdir və 20-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasının gotik stil və demək burada 4-cü abzas nə edilməlidir? Bizim cavabımız ola bilərdi. Özündən əvvəlki abzasın davamı olmalıdır. Bəli, 4-cü abzas doğrudur. Cavabımız A variantı. Mətndə əvvəlində işarə qoymuş sözlərin məcazi və ya həqiqi olduğunu və həmin sözlərin mətndəkindən fərqli mənada. Yəni, orada həqiqidirsə mətndə biz məcazi mənada, mətndə məcazidirsə biz həqiqi mənada tapmalıyıq. Baxaq burada cavabımıza. Demək, işarələr qoyulubdur. Demək, Rom işarəsinə baxaq. Düzəldilərək, gildən düzəldilir. Bu həqiqi mənadadır. Onlar üzrə sığancaq düzəltilir. Həqiqi mənadadır. Bu da həqiqi mənadadır. Deyim, biri götürmürük. Biz həqiqidirsə məcazi mənada işlətməliyik. Uçbucağa baxaq. Uçbucaq binalar tikilməyə. Bu həqiqi mənadadır. Onlar arasındakı dostluq binası. Bu isə məcazi mənadadır. İkini götürürük. Sonra kvadrata baxaq. Çəkiyə davam gətirir. Tağlar çox böyük. Tağlar deyir ki, çox böyük çəkiyə olur. Ona görə bu məcazi mənadadır. Bizə yanlışı soruşur. Məcazi mənadadır, yanlışdır. Sonra baxaq buna. Körpülər, nəhəng idman meydanları olmaqla körpü. Burada həqiqi mənadadır. İndiki və gələcək nəsil arasında mənəvi körpü isə məcazi mənadadır. 2-4 E variantı. Sonra 49. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Nöqtələrin yerinə uyğun olan ifadənimizi müəyyən edək. Baxaq nöqtələr. Demək, binalar qurmağa, möhkəm binalar demək, çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa imkan verirdi. Cavabımız B variantı. Mətndə üzərində rəqəm yazılmış ifadələr əsasında müəyyən edin. Bir sözlə əvəz edilə bilər, bu sözlə əvəz edilə bilməz. Demək, mətndə üzərində rəqəm yazılmış. Demək, öz təyinatına bir yazılmış öz təyinatına, burada da quruşunu əvəz edilə bilməz. Zərf cansız əvəz edilə bilməz. Sonra stil yazılmışdır. Stil, üslub əvəz edilə bilər. Üz. Bu sözlə əvəz edilə bilməz. Baxaq. 4-ə. Xarakterik. Demək,
Demək, xarakterik burada yazılıbdır. Səciyyəvi əvəz edilə bilər, bizə əvəz edilə bilməzdir. İstiqamətlər, dəyərlər edilə bilməz 5-i götürürük. Ucbatından verilibdir burada. Sayəsində əvəz edilə bilməz. Cavabımız 3, 5, 6 A variantı. Sonra mətni genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edilir. Giriş, əsas, nəticə hissəsi. İnsanların istirahət və fəaliyyəti üçün tələb olunan imkan mühitini əmələ gətirin. Bina və qurğular memarlığın əsasını təşkil edir. Bu giriş hissəyə aid edə bilərik. Fransada əsası qoyulan möhtəşəm və vahiməli görünüşü ilə fərqlənən bu stildə Almaniya, Çexiya, Avstraliya, İngiltərədə kilsələr tikilməyə başlandı. Bunu əsas hissəyə qeyd edə bilərik. Təkrarsız estetik zövqə malik belə məşhur demək arxitektorlar sifarişlərin tələbini həmişə əsas götürərək bu gün də işlərini yüksək səviyyədə yerinə yetirirlər. Bunu götürə bilərik, biz nəticə hissəsinə yaza bilərik. Həmçinin inşaat incə sənətidir, gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Bunu yaza bilərik giriş hissəyə. Sonra 16-cı əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi və nizamlı sütunlar qövs şəkilli tağlarla əvəz olundu. Bunu da yaza bilərik əsas hissəyə. Demək, A, D, B, E, C variantı cavabımız oldu nə? B variantı. Mətnə əsasən uyğun fikirləri müəyyən edirik. Mətndə bu haqqında məlumat. Hər dövrün memari üslubu özünə məxsusluğu, rəngarəngliyi seçilir, doğrudur. Kilsə etnikinin Avropada müasir dövrümüzə də davam edir, yanlışdır. 3 əsrə yaxın bir müddətdə gotik tərzi Avropa arxitekturasında aparıcı rol oynayıb, doğrudur. Bu haqda məlumat yoxdur. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materiallarından istifadə olunur, yoxdur. Götürürük 1-4D variantı. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvələ təsadüf edilir. Bu haqda da məlumat var. Cavabımız 1-3-4D variantı olmuş olur. Mətndə tünd qara hərflərlə verilmiş söz hansı cümlədə kontekstdəki mənasında işlənmişdir? Tünd hərflərlə verilmiş sözümüz hansıdır? Baxaq. Binalar qurmağa. Bu hansı burada kontekstdəki mənasına söz daşı aparmaq, qarşı tərəfdə dialoq qurmaq. Döyüşçülər düşmən hücumunu qarşılamaq üçün sədd qurdular. Elə cavabımız B variantı. Mətndəki məzmunu odur. Cədvələ əsasən doğru, uyğun fikirləri müəyyən etməliyik. Uyğun fikirləri müəyyən etməliyik. Yunan arxitekturasında aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Bu yanlışdır. Kilsə, qala, qəsrlər orta Avropa memarlığının tərkibçilərdir, doğrudur. Romalılar Yunan memarlıq stilini istifadə etməkdən öz tikinti texnikalarını yaratdılar, yanlışdır. Qədim tikili insanlar təbiət hadisələrini qorumağa xidmət edirdi, götürmürük, doğrudur. Gotik tərzdə həm də orta əsrlər memarlığı, həm də piramidalar üçün xarakterikdir. Doğrudur. Cavabımız 2, 3, 5D variantı olmuş olur. Keçək açıq suala. Açıq sualın birinci cədvəli burada verilmişdir. Cavab vərəqində verilibdir. 55-ə baxaq. Arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşmişdir. Fikrini mətndən iki faktla müəyyən edə bilərik. Birinci faktı buradan götürə bilərik ki, baxaq burada. Qədimdə sadə idi. Sonra nə edir? Sonra küləkdən qorunmaq nəzərdə tutulmuşdur və yeni texnologiyalar meydana çıxdıqda insanlar daha mürəkkəb binalar tikməyə başladı. Bir faktın birini bunu yaza bilərik. Bir faktın birinə isə məsələn, Orta əsrdə Avropa arxitektorları binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikdilər. 12-ci əsrin ortalarından başlayaraq 15-ci əsrin əvvəlinə kimi Avropa arxitekturasında gotik stilini təşkil edirdi. Bir də bu hissəndən bu qədim tikilər hissəsini asanlıqla yaza bilərsiniz. Mətn suallarının izahı da bu qədər. Növbəti izahlarda görüşənə qədər. Sağ olun, salamat qalın.